Ədəbi teatr. İsa Hüseynov, Nəsimi romanından parçalar. At verin, mən dev huzuruna gedirəm. Bu elə gözlənilməz, qeyri-adi bir dərvişlik idi ki, Nəsiminin qaranlığa üz tutub qasidlərə müraciətlə dediyi sözləri öz qulaqları ilə eşidən Hacı Firuzunla birgə Nəsimi hünərinə bələd qasidlər belə bu dərvişliyin mümkünlüyünə inana bilmirdilər. Yazbaşı Naxçıvandan qaydanda Mövlana Mahmud Rəmzi Qılınc Bahadırlarının salamatlığına cavab deyək qasidlər arasında Fəzl Canişini dərviş fədaya xəbərdarlıq etmişdi ki, ordu içində dərvişlik çox təhlükəli olub. Çünki Şeyx Bərəkənin hökmünə əsasən bütün düşərgələrin devrələrində qarol qoşunları ilə birgə asirin dərvişləri də keşik çəkirlər. Belə bir şəraitdə aləmdə məşhur Nəsiminin ordu içinə, üstəlik Teymurun özünün huzuruna dərvişliyi mümkün idimi? Qasidlər buna heç cür inana bilmirdilər. Bütün gecəni bir neçəsi onun qabağınca, bir neçəsi ardınca, dağ qılıclarına, qığılcın səpəliyə-səpəliyə at çapıb, sübh tezdən bulaq başında yəhərlərdən töküləndə, onların gözlərində hələ də heyrət vardı. Şamaxı Şəbran yolunda axırıncı olan bu bulaq başında ocaq qalayıb, atların tərklərində, dağarcıqlarda daşa dönmüş çörəkləri, ət qaxaclarını oda söykəyib tama oturanda, qasid içində Fəzl Canişini dərviş fəda, ətrafındakı yoldaşlarının hamısının fikrini ifadə edib, nəhayət heyrətini bildirdi. Sən hara, div huzuru hara Seyid? Bu nə divanəlikdir? Nəsimi gözlərini uzaqda, divin düşərgəsi səmtində dağ aşırımına dikib narahat dayanmışdı. Əlində alovsuz, tüstüsüz qıpqırmızı kösöv vardı. Kösövü cəld hərəkətlərlə sağ-sol üzünə, çənəsinə, buxağına çəkdikcə sifətində, qaşlarının ayparasında ani titrəyişlər əmələ gəlirdi və qasidlər aydın görürdülər ki, bütün müridlər ot təması ilə sarsıntıların, yorğunluğun ağrı acılarını çıxarıb, adətən rahatlandıqları halda, Seyid əksinə, kösöğü üzünə çəkdikcə elə bil canına od dolurdu. Bədəni də son dərəcə həssas titrəyişlərlə dikəldikcə dikəlib gərginləşirdi. Qasidlər üçün tamamilə anlaşılmazdı ki, müridlərin faydasız fədakarlığını pisləyən adam özü indi belə gör hissiyata qapılmışdı. Divin 100.000 baş tələbindən və 3 günlük möhlətindən sonra mürid içində olmaq, çarə düşünmək əvəzində hər şey atıb mənasız ölümə gedir və üstəlik Fəzl Canişininin haqlı sualına cavab vermək belə istəmirdi. Odur ki, Canişinlə birgə yoldaşları da ona açıq narazı baxırdılar. Nəsimi sərt və bir qədər sinirli hərəkətlə kösöğü atıb, üzünü bulaq axarının narın qumu ilə ovuşdurub yuyundu. Qasidlərin yuxarı başda onun üçün ayrı süfrə açdıqlarını görmədən, aşağıda yampörtü oturub, elə bil 1-ə 2 böyümüş, etirazla dolu gözlərini ocağın üzərindən o yana fədanın üzünə tikdi. Div huzuruna getməyim divanəliyim deyil fəda, kamilliyimdir.
ölməyib salamat qayıtsam, dərvişliyimin bəhrəsini danışaram. O vaxt əminəm ki, xəlifələrimizin xətasını daha heç biriniz təkrar etməzsiniz və məni məhdudlaşdırmağa səy göstərməzsiniz. Səni biz necə məhdudlaşdıra bilərik Seyid? Biz qasidlər yaxşı bilirik ki, varislə, Bakı müridləri ilə bahəm Fəzl özü də haqq ruhunu lap çoxdan səndə görürdü. Muizələrində əndazəsizliyini və gizlin həqiqətləri açıq qışqırdığını xəbər verib, səni bir vaxt həqiqətən məhdudlaşdırmağa səy göstərmişdiksə, bunların hamısı xəlifənin buyruğu ilə olub. İndi biz ancaq öz nigarançılığımızı deyirik. Gecədən hamımız mat-məəttəl bir-birimizdən soruşuruq ki, bu necə dərvişlikdir? Fəzlin özünü qurban vermək cəhdinin səbəblərini bildik. Bəs Nəsiminin ölümə getməyinin səbəbi nədir? Ordu səmtinə dərvişlik desəydin, güman etmək olardı ki, bəlkə pünhan müridimizi tapıb, onun vasitəsilə ordu içinə qapı açmaq, elmimizi tədris edən div varislərinin əli ilə gizlin tədbirdə olmaq fikrindəsən. Amma sən ordu səmti demirsən, div hüzuru deyirsən. Məni məzur tut Seyid. Belə dərvişlik mümkündürsə, bu vaxta qədər Fəzl özü nə üçün bir tədbirli olmayıb? Çünki divin bətninə təsir etməyə qadir dərviş görməyib. Təsir? Teymurun bətninə təsir niyyətindəsən? Başqa nə niyyətim ola bilər mənim? Rəhm diləməyə getmirəm ki. Divin bətninə təsir qeyri-mümkündür. Daşdır onun bətni. İllərlə tədris də təbəddülat yaratmaz onda. Getmə Seyid, güdaza vermə özünü. 3 günlük möhlətin tamamına qədər Fəzl özü bir çarə tapar. Teymura təsir əlbəttə qeyri-mümkündür. Dünyanı məhvərindən oynatmağa bərabər bir şeydir. Amma bunu Nəsimiyə deməyə ehtiyac yox idi. Çünki 100.000 baş tələbi barədə Hacı Firudunu dinləyəndə də, yolda, at belində də o ancaq bu barədə düşünmüş. Qeyri-mümkünü mümkün etmək üçün qarşıdakı təsir hədəfini divin xisləti haqqında aydın və dəqiq qənaətlərlə əldə etmişdi. Və indinin özündə də bu barədə düşünürdü. Əgər günəşin cismlərə təsiri şəksiz həqiqətlidirsə, daş da yaranmış cismlər sırasındadırsa, kim sübut eləyə bilər ki, daş təsirdən kənardır? Əgər cəmi cismlərin mayası dəyişmək, kamilləşmək eşqi ilə doğub törəyən xaliq zərrələrdən ibarətsə, kim sübut eləyə bilər ki, daş xaliq zərrədən məhrumdur, təbəddülata uğramır və heç vaxt uğramayacaq. Dev uluslara üləma göndərib, qılıncla fəth etdiyini yenidən sözlə fəth etmək xəyalına düşmüşsə, Miranşahın qızıl dəstə qılıncının gərəksiz bir şey tək kənara atıb, hətta varisinin də elm öyrənməyini tələb etmişdirsə, bu özü div bətnində təbəddülat deyildimi? Əgər Fəzl şahın bətnini dəyişdirmək və şahın vasitəsilə divi təhlükəsizləşdirmək niyyətindədirsə, bu niyyətdə divə təsirin mümkünlüyünü sübut etmirmi? Haqq kəlamı daşı da göyərtməlidir. Düşüncələr Nəsimidə elə bir vəcd yarattı ki, o axırıncı dağ aşırımından keçib düşərgənin qənşərində Teymuri dərvişlərlə üz-üzə gələndə də vəcdindən ayrılmadı. Yazla yay arasının tamam küləksiz, durğun vaxtı, günəşin şaxyan çağında kürə tək qızmış dağ döşünün cəhənnəm istisini hiss etmədən, canındakı odun hikməti ilə dərvişlərin üstünə yerdi. Selav yarğanlarının kölgəliklərindən cır-cındırları, torbaları yellənə-yellənə, cin-şəyatin tək atılıb çıxan adamların bu dağ döşündəki boz, qara daşlar tək bərkimiş enli yastı, dəyirmi nahanvar üzlərinə, günəşdən daha da qıyılıb itib batmış gözlərinin iynə işıltılarına, xalatların qurşağa qədər açıq yaxaları arasında qaralan qarınlarından xeyli aşağıda qurşaq əvəzində dolanmış kəməndlərə,
qısa, möhkəm qıçlarının köhnə süvari əyriliyinə və hamısında eyni pələng çevikliyindən xəbər verən, hər an atılmağa, yürüməyə meyilli duruşlarına tamaşa etdi. Bu cahillər indicə quzğun tək tökülüb məni kəməndlə sarıyacaqlar. Əllərinə düşən bütün hürufilərlə necə rəftar eləyirlərsə, elə rəftar eləyib, taxta qılıncımı məsxəriyə qoyub sındıracaqlar. Başımdan tərsə papağını, ayaqlarımdan başmaqları, corablarımı çıxaracaqlar, mismarla bədənimi deşə-deşə sürüyəcəklər. Cismani işgəncədən qeyri bu cahillər neyniyə bilərlər? Sürüyüb aparanda heç düşünməyəcəklər də ki, Əmir Teymurun dərgahına məni məqsədimə doğru aparırlar. Orada dərgahda dilimin söz tutması kifayətdir ki, məqsədimə çatım. Belə fikirlə Nəsimi bədənini əvvəlcədən bu cahillərin ixtiyarına verib, yalnız iradəsini hifz etdi. Bu, Fəzlin rəmzi qılınc bahadırlarının hamısına məxsus bir qabiliyyətidir. Məqsəd uğrunda ali fədakarlıq lazım gələndə, onlar təzyiqə, dözümsüzlüyü ilə insan iradəsinə zidd olan bədəni sərf nəzər edib işgəncələrə dözürdülər. Və nəticədə insan deyirlər, ağrı bilmirlər deyib kənara çəkilən düşmənlərini nə qədər vahiməyə salsalar da, öz qabiliyyətlərində heç bir qeyri-adilik görmürdülər. Doğrudur, işgəncəyə dözməyi ustad haqq qabiliyyət adlandırmışdı. Bununla belə, istibdad mühitində bütün çətinliklər kimi işgəncəyə dözmək də adiləşmişdi. Nəsimi üçünsə bu qabiliyyət adidən də adi bir vərdişə çevrilmişdi. Dərvişlikdə dəfələrlə zahidlərin və cahil kütlələrin həmləsinə məruz qalıb, bazar meydanlarında dəfələrlə daş yağmuru altında dayanıb, nəhayət, axırıncı dəfə Şeyx Əzəmin müridlərinin mismarları arasında qanına boyandıqdan sonra indi o, düşmən kütləsi əvəzində elə bil cansız qaraltılar üstünə yeridi. Lakin bəs nədəndir ki, dərvişlər əllərini də tərpətmədilər? Tanımağına məni əlbəttə tanıyıblar. Tamamilə aydın görünür ki, Əmir Teymurun düşərgəsinin qənşərində peyda olan bəyəz xırqəl adamın simasında onlar yol azmış adi bir müridə yox, La ilahə illallahın sütunlarını uçuran xəlifəyə baxırlar. Qıyılıb itib batmış gözlərin iynə işıltılarında təəccüblə birgə barışmaz düşmənçilik aşikardır. Bəs niyə quruyublar? Birbaş onların üstünə yeriyən xəlifənin qorxusuzluğundan mı tutulmuşlar? Yoxsa bir başqa, gizli səbəbdən? Nəsimi hələ bilmirdi ki, quru daşda da xaliq zərrə mövcudluğuna etiqadı onun özünün bətnində təbəddülat yaratmışdı. Və bu təbəddülat üzündən düşmənə düşmən gözü ilə baxmırdı. Odur ki, dərvişlərin adi çaşqınlığından törəyən hərəkətsizliyini başqa yerə yozdu. Səltənətin hər yerində həmişə yahu, yahu qışqırtılarından başqa dilindən bircə beyt, bircə rübai belə eşidilməyən vəhşi kütlədə Nəsimi fəhminə tamam yad sadə dillik olduğunu anlayanda o artıq kəmənd arasındaydı. Əvvəlcə hardasa gürültü qopdu. Uzaqda bürküdən boğulan nal səsləri yaxın daşlıqda şimşəklə şaqqıldayıb ara verdikdə, o qarol qoşununun titrəyən atlarının xırıltıları, yüyən, üzəngi, əsləhə cingiltiləri arasında öz adını eşitdi. Nəsimi və ya Seyyid Nəsimi yox, dərvişlər məhz Seyyid Əli dedilər. Həmin anda da o sadə dilliyini anladı və həmin anda da kəmənd atıldı. Hərdən bozarmış ağ at belində nəhəng bir Teymuri qeyri-adi cədbi ilə kəməndi çəkib onun qollarını bədəninə sıxdı, dövrəsində toz qoparıb atını enişə sürdü. Seyyid Əli adını eşidər eşitməz o bədənini yenidən sərf nəzər etmişdi.
Atın ardınca dərvişlər də birdən enişə cumub öz işlərini görməyə başlayanda o cüzi müqavimət belə göstərmədi. Eyni əvvəl düşündüyü kimi papağını tapdaladılar, taxta qılıncını vəhşi qəhqəhələrlə atıb tutub sındırdılar, xirqəsini parça-parça doğradılar, çəpkənini cırıb saldılar, kürəyində, sinəsində hələ də qövr edən köhnə yaraları deşib dağıdıb can köynəyini qana boyadılar. Ülke arxasında çadırları bozaran yaxın düşərgə eyni zamanda dünyanın aklı qədər uzağıdır. Çökük sinəli, tərki dünya bədən bu yolda dözməyə də bilərdi. Amma iradə cismin fövqündə idi və onun dözümü vəhdətin 1000 illik yolunda tələb edilən dözümüdür. Cisminin fövqündə Nəsimi heç vaxt inki qədər həssas olmamışdı. Məkana yetişəndə o bədəninin ölümcül yaralardan döşəli qaldığını və hətta qanının ətirli yovşanlığa axdığını bütün aydınlığı ilə gördü. Köhnə dərviş vərdişi ilə mühitin səsini dinləyib dərhal anladı ki, ağ çadırın yaxınlığında La ilahə illallah kütləsinin arasındadır. Dərvişlərin qışqırtı bağırtılarının, qəhqəhələrinin əksinə bu kütlə ikrah və lənətlə uğuldayırdı. Uğultu boğuq idi. Amma bu yalnız çadırın yaxınlığından değildi. Kütlə haqq divanında can verən bir adama baxdığını zənn edirdi. Birdən uğultu azaldı. O gərgin diqqətlə bir daha mühitin səsini dinləyib kütlə üzərində divin zəhmini hiss etdi. Yuxarıda, təpə belində tappıltı salan tək ayaq zərbələrinin bu səmtə endiyini anlayar-anlamaz, onun ürəyi də eyni zərbələrlə vurmağa başladı. Təsir hədəfi öz ayağı ilə gəlirdi. Adi maraqla, Fəzlullahın xəlifəsinin ölüsünə baxmağa mı gəlirdi, yoxsa başqa niyyəti vardı? Hər halda gəlirdi və Nəsimi üçün indi bundan böyük xoşbəxtlik yox idi. Teymur yaxınlaşıb dayandı. Nəsimi onun nəhəng qaraltısını, zülmət içində bir dəstə alov tək qızaran saqqalını gördü. Ağır-ağır töyüşüdüyünü və asta gür səsini eşitdi. Bu nədir? Dərvişlərin məyər bilmirlər ki, belə adam hər vaxt ələ keçmir? Bu lənətullahın nəfəsi dəydiyi yerdə ot bitmir hökmüdər. Düşərgəyə səlamat gətirsəydik, bu məxluqatı beşcə kəlmə ilə dindən döndərərdi. Qalx, ey Nəsimi. Qalx, ey haqq! Kütlə vahimi ilə duruxdu. Teymur isə ağır-ağır dönüb bir daha diqqətlə ona baxdı. İndicə göz qabağında can verən xəlifənin atılıb ayaq üstə dayanması, yağı qurtaran çırağın son anda gürüşük saçmasına bənzəyirdi. Teymur bu cür ölənləri görmüşdü. Odur ki, qalx ey haqq qışqırtısı onda ikrahlı qəzəb oyatdı. Həqqəm deyib it kimi gəbərənlər çox olub. Sən ölürsən, uzan, üzünü qibləyə çevir. Təsir hədəfi yox, Nəsiminin ümidləri uzaqlaşıb gedirdi. 3 günlük möhlətin artıq 2-ci gününün başlandığını, təsir hədəfinə əli çatmasa ustadını və ustadı ilə birgə 100 min mələk misal insanı ölmə məhkum edəcəyini düşündükdə, o yenidən çırpınıb, bu dəfə Teymurun özünü də diksindirən hökmülə. Dayan əmir, məramımı sənə çatdırmayınca ölüm yoxdur mənə. O başdan əqan içində divə doğru addımladı. Düşərgəyə məzar sükutu çökmüşdü. Sübh erkəndən gecənin yarısına qədər gündə 5 dəfə haqq dərgahına üz tutan, amma haqq deyilənin nə olduğundan xəbərsiz kütlə açıq-aşkar möcüzə görürdü. Hətta qırğınlar vaxtı qılıncla doğram edilsələr də,
boyunları vurulmayınca yıkılmayan itaatsizlərə az rast gəlməyən əmrlərlə ordu rəisləri də qurmuşdular. Tək Nəsimi özü özündə heç bir möcüzə görmürdü. Ayağını hər dəfə yerdən üzdükcə, dünya ağırlığında yük qaldıra-qaldıra yeriyib, haqq qabiliyyətini itirmək təhlükəsini hər an hiss etdiyinə görə, beynindəki fikir burulğanını təsir hədəfinə çatdırmağa tələsdi. Beyt-ül Müqəddəsdə İsa'nın anadan olduğu məsciddə mən səhra daşı deyilən göy daş gördüm, əmir. Musa Peyğəmbər o daşı qiblə buyurubmuş. Musa'dan sonra Süleyman ibn Davud o qiblə üzərində məscid tikdirib. İslam'a qədər kütlə o daşa səcdə eləyirmiş. Məhəmməd özü də o məsciddə o qibləyə səcdə edərmiş. Sonra Kəbə evində qara daş qoyub. Musa'nın göy daşı əvəzində öz qara daşını qiblə buyurub. Fəhm et, əmir. Hər hökmdar bir qiblə yaradırsa, aşkar deyilmi ki, insan özüdür qibləni yaradan. Qılınc kimdədir, qiblə də ondadır, əmir. Sən payitaxtında Musa'nın göy daşına, Məhəmmədin qara daşına müğayir, qeyri rəngdə bir daş qoydur və qiblə buyur o daşı. Təbələrin Kəbə evindən üz döndərib üzlərini Səmərqəndə tutmazlarmı? Bundan da aşkar deyilmi ki, cəmi qiblələr yalandır. İnsanın bir həqiqi qibləsi var, o da insan özüdür. İnsana yox. Sən öz qiblənə qılınc çəkirsən, əmir. Küfrüdür, müqəddəsən təcavüzdür, küfürdür bu. Kütlənin həmləsinə məruz qalacağını əvvəlcədən gördüyü üçün Nəsimi təmkin və dəyanətini itirmədən bütün qüruru ilə şax dayanıb, bu vaxta qədər yüzlərlə kütlədən 1000 dəfə eşitdiyi müqəddəsat-ı təhqir, dinə təcavüz sözlərinə qarşı həqiqətini bu cahil kütlənin üzünə çırpmağa, yerdə, göydə nə varsa hamısının insanda cəm olduğunu, müqəddəs adlanan hər şeyin yalnız insanda birləşdiyini sübuta yetirib, həmləni dəf etməyə hazırlaşdı. Lakin bu vaxt kütlədən bir nəfər ayrıldı. Həzrət Əmir, mən səltənətimizin cəmi müftülərini yazmışam. Bu məlunların elmi ilan zəhərindən də bədtərdir. Bax, bu mürtədi hər yerdə daşa basırlar. Ne üçün rüsxət verirsən ki, indi o burada dil açır sənin huzurunda, Peyğəmbərin uca adına ləkə yaxsın və müqəddəs həcər daşına böhtan desin? Zülmət içində Teymura yaxınlaşan adamın nazik, uzun qaraltısı, ağ sümük üzü, hətta səsi və sözləri də Şirvan Sədrəddinini, Şeyx Əzəmi xatırladırdı. Amma bu əlbəttə Şeyx Əzəm deyildi. Huzurda belə səlahiyyətlə danışan Ali mənsəb Seyyid ancaq Şeyx Bərəkə ola bilərdi. Şeyx Bərəkənin sarsıntılı, şikayətli səsini eşitdikdə dərhal düşündü ki, öz Şirvanlı məsləkdaşı Şeyx Əzəmdən seçilməyən bu şeyxin şikayəti hökmən çılğınlıq və qəddarlıqla vəhdətli olmalıdır. Elə də oldu. Şeyx Bərəkə ilan zəhərindən də betər elm barədə fikrini Teymura deyər deməz, eynilə Şirvanlı məsləkdaşı kimi hökmdarının razılığını gözləmədən Nəsiminin üzünə cumdu. Ağzını bağlayın, yarasına duzmasın. Atın xəndəyə, canına həşaratlar açsın. Yox, bu Seyyid Şeyx Əzəmdən də qəddarıdır. Lakin Nəsimi yaxşı bilirdi ki, öz fitvaları və cəzaları ilə nə qədər müthiş görünsələr də, bu adamların qəddarlığı əlatsızlıqdanıdır. Vəhşi kütlə onun yenə də qollarını bədəninə sıxıb sarıdı. Dəhşətli çirk və tər qoxuyan bir qurşaq onun ağzını qapayıb boynunda düyünləndi. O isə hələ qurşaq bağlanmamış bir neçə anlıq fürsəti əldən verməyib sözünü təsir hədəfinə çatdırdı. Ağız bağlamaq hökmdarın acizliyidir, əmir Teymur.
Mənim dilimdən yox, sənin bəlan İldırım Bəyazidin, Sultan Əhməd Cəlairinin, Qaraqoyunlu Yusifin və qeyri hökümdar, hakim və sərəskərlərin qılınclarından gəlir. Məni dinləyib, fəzl məramından xəbər tutmasan, bu xəndəklərin arasında ordunla bahəm məhv olacaqsan. Qırmızı geyimli iki Cağatay Bahadırının müşayiəti ilə yuxarıya, La ilahə illallah kütləsindən kənar şəraitdə hüzura aparıldığını anladıqda Nəsiminin gözlərinə işıq gəldi. O ipəyindən ocaq hənirti tək pürkü qalxan ağ çadırı, sonra içərinin alaqaranlıq, sərin karvansara genişliyini və nəhayət Teymuru gördü. Çadırın bütün bacaları örtülmüşdü. Tək dal bacanın küncündən işıq gəlirdi. O işığın altında təxt ağarır, təxtin arxasında və sağ solunda Bahadırların əsləhələri işıldayırdı. Teymur təxtindən və Bahadırlarından xeyli bəridə ortalıqda sütun kimi görünürdü. Varisləri ilə yaxın qohumlarından və əmirləri ilə ali mənsəb seyidlərindən başqa onun hüzuruna kim gəlsə hökmən 3 dəfə dayanıb diz çökməli və axırıncı dəfə diz çöktükdən sonra ancaq onun özünün icazəsi ilə ayağa qalxmalı idi. Bu qayda bütün səltənətdə hamıya məlumudur. Qaydanı unudanları, Cağatay Bahadırları diz çökməyə məcbur edirdilər. Amma Nəsimiyə belə təzyiq göstərilmədi və o təzim etmədən yaxınlaşıb 5 addımlıqda dayandı. İki aləm üz-üzə gəldi. Nəsimi bunu bütün varlığı ilə duydu. Çünki qarşısındakı sütunun gərginliyi, narahatlığı ilə birgə o özünün qandan köynək geyinib div hüzurunda dayanmış Fəzl xəlifəsinin simasını da görürdü. Boğucu yovşan bürküsündə qanı tərinə qarışdıqdan sonra içəridə onun bədəni dərhal soymuşdu. Yaralarının elə bil hər birinə ayrı-ayrılıqda yenidən mismar sancılıb sümüklərini işləyirdi. Bununla belə, indi o haqq qabiliyyətini itirmək təhlükəsindən uzaq idi. Gözlərini Teymurun çalın-çarpaz qırışlar arasında heybətli gözlərinə tikib, bu heybət arxasında gizlənmiş xoflu bətnə açar salmaq üçün sirrini necə açacağını düşünür və əsla tələsmədən hər bir gəlməsini ölçüb biçirdi. Teymur bu qəribə sükota dözmədi. Baş açmıram nə sirri xudasan. Gah mənə təzə qiblə göstərib, rəhm diləyirsən. Gah da müttəfiqlərinizlə ədələyirsən. Küdahını de. Ne işin gəlibsən? Onun gərginliyi səsindən də duyulurdu. Aydın idi ki, bu adi nigaranlıqdan değildi. Xəndəklərin arasında keçirdiyi günlər Teymuru tamam səbirsizləşdirmişdi. Və bu, Nəsiminin səhv etmədiyini, sirrini açdıqda elə tək bununla div bətnində kəskin təbəddülat yaranacağını göstərirdi. Amma o, yenə tələsmədi. Mən elə bir mövqeydəyəm ki, o mövqeydən nə rəhm diləyirlər, nə də hədəliyirlər əmir. Haqq elçisiyəm mən. Dilimdən nə çıxırsa, hamısı haqq məramına aiddir. Qibləmiz təzə deyil əmir. Qiblə bir mənada cəhət deməkdir. Dünyamızın 6 cəhətindən biri, Günəşin cismlərə təsirinin bol olduğu yer deməkdir. Digər mənada, qiblə, günəşin təsirindən əmələ gələn hərəkət, külək, yel deməkdir. Musa həqdən dərs almışdı. Həqqlə daim münacət edərdi. Və həqdən öyrəndiyini kütləyə çatdırmaq üçün yollar arayardı. Göydaşı o, Günəşlə torpağın, suyun və yelin vəhdətindən yaranmış cümlə aləmin və cümlə aləmdən yaranmış insanın timsalı kimi səcdəgah buyurmuşdu. Göydaşın timsalında insan öz xaliqinə və özünə səcdə eləyirdi. Fəhm et əmir, gör ki, o peyğəmbər nə iş görürmüş. İnsana xaliqlə birliyini anladırmış. Məhəmməd daşın rəngi ilə bahəm mənasını da dəyişdirdi. Tar gecə rəmzi qara daş dünyanın dərk olunmaz buyurdu. İdrakı öldürüb zülmət törətdi. Zülmətdən qorxu törədi. Qorxudan
qul törədi. İnsan öz xaliqindən ayrıldı, böyükən kiçildi, zər qiymətkən qiymətsiz oldu. Odur ki, sən bu qədər baş kəsirsən əmir və kimin başını kəsdiyini bilmirsən. Qorxu törətməklə sən özünü məhv eləyirsən əmir. Vəliəhdin Cahangir qorxu qurbanı oldu. Digər vəliəhdin Miranşah qorxu əsirliyində dirikən ölüdür. Sən bu qədər qüdrətli Cahangir, bu cəhənnəm odu içində düşərgə salıb xəndə yarasında oturursansa, aşkar deyilmi ki, özün də qorxu əsirisən? Teymurun sifəti gömgök kəsilmişdi. Yığılıb açılan qırışlar arasında soyuq tər işıldayırdı. 25 ildən çoxdur ki, o öz əli ilə adam öldürməmişdi. Amma indi əli öz-özünə silahı uzanıb, arxadan yüyürən Bahadırın qılıncını qınından çəkdi. Çox pis axsaya-axsaya, tövşiyə-tövşiyə yeriyib Nəsiminin 2 addımlığında dayandıqda, yalnız Allah xofuna inamı və özünün törətdiyi qorxuya etiqadı qarşısındakı müthiş itaətsizin boynunu vurmaqdan əvvəl nəsə deməyə ehtiyac əmələ gətirdi. Xırda həşərat iri həşəratdan qorxur. Qoyun qurtdan qorxur. Gücsüz adam gücüdən, cəmi bəşər də bir olan Allahdan qorxur. Qorxu üstündə bərqərar deyilmi dünyamız? Güclü, gücsüz insan yoxdur dünyada əmir. Cahil var, kamil var. Cahilin tərzi həyatı heyvanatın tərzi həyatına həqiqətən uyğundur. Çünki hər ikisi idrakdan məhrumdur. Həqqa qovuşan kamillər isə dünyada qorxunun səbəblərini öyrənirlər. Yağışın, çovğunun, qar boranın, səmumun, zəlzələnin, yerdə və göydə hər şeyin günəş təsirindən və cisimlərin bətnində təbəddülatdan törətdiyini fəhm edib, elm qüdrəti ilə qorxudan xali olurlar. O kamillərdən biri sənin huzurundadır. Bax gör, üzümdə qorxudan bir əlamət taparsan məmir. Qorxusuz insan qudurmuş ittir. Mürşidinizlə birgə hamvuz ölməlisiniz. Qəflətdəsən əmir. Mən sənə ispat eləyə bilərəm ki, Fəzlullah əl-Hürufinin qətlinə yox, sən öz qətlinə fitva verdiribsən. Şirvanda 100.000 fəzl müridinin yox, sən öz 700 minlik ordunun başını kəstirirsən. İmkan ver, ispat eləyim. Çadıra birdən-birə çökən dərin sükutda küt tapıltılar eşidildi. Dünyanın yarısını qorxu altında saxlayan Cahangir, bütün varlığını bürüyan xofdan heç cür yaxa qurtara bilməyib, tələsik, dingiltiri addımlarla çadırın dərinliyinə yeridi. Taxtında oturub ağır-ağır dikəldi. İspat elə. Nəsimi titrəyən vücudunun ağrılardan xilas olduğunu duya-duya haqq azadlığı, haqq sərbəstliyi ilə təxt önünə yeridi. Dinlə əmir. İnsan yalanı həqiqət bilir. Odur ki, həqiqət yalan cildində gizlənməli olur. Bunu fəhm etdiyim gündən mən sözümü açıq deyirəm əmir. Sənə məlumdur ki, fəzl bəşər fövqündə Allahı danır. Özündən əvvəlki kamillər tək, o da cəmi bəşəri kamilləşdirmək yolu ilə istibdadı məhv etmək əzmindədir. Bu, həqiqətdir əmir. Elmimiz, yer üzündə cəmi müstəbidlərin zülmünə etirazla pərvəriş tapıb, səltənətin cəmi uluslarında yayılıb. Səltənətdə sən insanı cəhalətdə saxlamaq və qorxutmaqla hökmransan. Fəzl isə elmi ilə, insana ləyaqət və ucalıq bəxş etməklə hökmrandı. Bu da həqiqətdir.
Lakin həqiqətimiz silah deyilən bir yalanın cildindədir, əmir. İnsan nadandır. Hərə bir tükan açıb öz mətahını satır. Kütlələr də nəfs quludular. Dinlərə, qiyamlara, hərblərə meylləri də nəfs və nəf ehtirasından törüyür. Odur ki, fəzl öz həqiqətini rəmzlərə bürüyüb gizlətmişdi. Taxta qılıncının əvəzində polad qılınc, hakimiyyət və səltənət vəd etmişdi. Əslində isə fəzlin məramında nə silah var, nə də hakimiyyət. Fəzlin bir silahı var, o da sözdür. Qiyamımız da, təxt-i tacımız, səltənətimiz və mülk-i malımız da insan bətnindədir, əmir. Mən sənə sirr açdım. İndi daha bir sirr açmalıyam. Mənə inansan, Şirvanda qırğın niyyətindən əl çəkəcəksən. İnanmasan, fəzillə 100.000 mələk misal insanla həm ordunu bada verib, özün də məhv olacaqsan, əmir. Fəzlə yandır ki, sənin hürufi içində hər şeydən xəbərdar dərvişin var. O dərviş sənə xəbər gətirib ki, Qaraqoyunlu Yusiflə Sultan Əhməd Cəlairi hərbə hazırdılar. O səbəbdən də Fəzlin xəlifələri Ruma gediblər, Fəzlin müttəfiqlərinin ordularını və cəmi sufilərin müridlərini İldırım Bəyazidin ordusu ilə birləşdirib həmliyə gəlmək və Toxtamış xanı hərbə qoşmaq niyyətindədirlər. Bu xəbər doğrudur, əmir. Amma digər bir xəbər də var. Fəzlin hüzuruna elçilər gəlmişdi və Fəzl hələ o vaxt valinin təklifini rədd edib Bəyazidlə birlikdə boyun qaçırmışdı. Bizə ancaq bu yaxında məlum oldu ki, o məkirli vali öz işindəymiş. Fəzlin xəlifələrini haqq yolundan döndərib hər fikrinə salan da odur. Çox güman ki, Toxtamış xanı yaxına çağıran da odur, əmir. Əgər elmimiz və məramımız barəsində dediklərimdən bir qənaət hasil etdinsə, indi sən bilməlisən ki, məramımda silah olmayan Fəzlin hökümdarla yalnız həqiqətinin təntənəsi naminə əlaqə yaradır. Mən Fəzlin vəliəhdiyəm və insan bətnində təxt-i tacın sahibiyəm, əmir. Günü sabah getməliyəm və Ankara valisinin əli ilə yandırılan ocağı söndürməliyəm. Mən buna qadirəm, əmir. Amma Fəzlin digər alim və şair dərvişləri tək, mənim qüdrətim də ustadımla müridlərimizin səlamətliyindədir. Şirvanda küllü qırğın mənim qüdrətimi sındırar. Mənimlə bahəm qeyri dərvişlərimiz də sınarlar. Cəmi uluslarda və diyarlarda kütlələr, hökümdarlar, hakimlər, sərəskərlər çılğınlaşıb rəmzi qılıncı dübarə yerə atarlar. O vaxt hər bocağını heç nə ilə söndürmək olmaz və dünyanın yarısı sənin üstünə gələr. İndi özün deyəmir, Şirvanşahdan kimin başını tələb eləyirsən? Fəzillə müridlərinin, yoxsa özünlə ordunun? Nəsimi susub cavab gözlədi. O, qalxı haqq dediyi andan indiyədək hədəfə çatdırdığı fikirlərin təsirinə diqqət yetirib, Teymurun üzündə kəskin dəyişiklik oxudu və buna görə də susub qələbəsinə ümidlə cavab gözlədi. İndi Teymur da tələsmirdi. Uzun sükutdan sonra o dal bacanın işıq zehi altında
Təxtin böyründə ağaran qılınca toxundu. La ilahe illallahın qüdrəti mənim əlimdədir. Mənəm sizin elminizi kəsən. Fəzlullah üçün əlverişli deyilmi ki, mənə qalib gəlsin? Ne üçün dayandırır o mənə qarşı hərbi? Mənim ustadım elə bir məcnundur ki, Leylisini qaytarmaq üçün döyüşən dostları ilə döyüşür əmir. Qılıncla əldə edilən qələbə gərək deyil ona. Çünki fəzlə görə elminin düşmənində də haqq zərrəsi var. Yaranışdan bir ikamımız əmir. Yalan hökmü ilə ayrılmışıq. Müsəlman, tərsa, Yəhudi, bütpərəst olmuşuq. Fəzl yalanı zirzəbər eləyir. Cümlə bəşəri birliyə çağırır. Belə bir amal aşıqı qılınca istinad eləyərmi əmir? Teymur təxtin arxasında və sağ solunda bahadırları tək hərəkətsiz idi. Təri çəkilmiş üzündə qırışlarla birgə indi elə bil gözləri də donmuşdu. İnandırdın beni. İnandırdın ki Fəzlullah hərb niyyətində deyil. Amma onun mənə vurduğu zərəri heç bir hökmdar vurmuyor. Tələbim hökmdə qalır. Güzəştim ancaq bu ola bilər ki, sən Rumda işini görüb qaydana qədər Şah Fəzlullahı öldürməyib zindanda girov saxlasın. Get! Bu aşkar qələbə idi. Siz İsa Hüseynovun Nəsimi romanından parçaları dinlədiniz. İştirak edirdilər Əli Zeynalov, Şahmar Ələkbərov, Kəmal Xudaverdiyev, Rafiq Əzimov, Fuad Poladov. Tamaşanın rejissoru Nazim Yüzbaşov, musiqi tərtibatçısı Mehriban Bəşirzadə, səs operatoru Təranə Bağlıvadır. Əsər 1978-ci ildə lentə alınıb.